Salam dəyərli izləyicilər, əziz tələbələr, magistrlər, şagirdlər, bütün riyaziyyat sevərlər. Bugün sizinlə riyaziyyat sevərlər rubrikasında yenidən görüşürük. Burada sizə maraqlı məsələlər, təhlillər həll edəcəyik. Məsələ 1. Y bərabərdir kök altda 3 çarx modulca x çarx 1 funksiyasının təyin oblasını tapın. Həlli. Bizə verilir funksiya y bərabərdir kök altında 3 çarx modulca x çarx 1. Funksiyanın təyin oblasını tapın. Argumentin aldığı qiymətlər çoxluğuna funksiyanın təyin oblasti deyilir və ona görə də bizdə kök cüt dərəcədən, ikinci dərəcədən olduğundan yaza bilərik 3 çarx modulca x çarx 1 böyük bərabərdir 0-dan. Və burada hər iki tərəfi mənfi 1-ə vururuq bərabərsiliyin. Alıram x çarx 1 modulca kiçik bərabərdir 3. Siz bilirsiniz ki, modulca fx kiçik bərabərdir a olduqda, buradan fx kiçik bərabərdir a, fx böyük bərabərdir mənfi a alınır. Və biz istifadə etsək bu düsturdan alırıq x çarx 1 kiçik bərabərdir 3 o demək ki, x çarx 1 kiçik bərabərdir 3. X çarx 1 böyük bərabərdir mənfi 3-ə. Və buradan alıram x kiçik bərabərdir 4 birincidən. İkincidən alıram x böyük bərabərdir mənfi 3 üstə gəl 1 mənfi 2-dən. Bu isə o deməkdir ki, x böyük bərabərdir mənfi 2-dən, kiçik bərabərdir 4-dən. Ədəd oxunda da göstərə bilərik. Deməli, mənfi 2-ni alır, mənfi 2-dən 4-ə qədər və bu parça verilən bərabərsinin təyin oblasti olur. Yəni, dy bərabərdir mənfi 2, 4 parçası olur. Məsələ ki, hansı böyükdür? 10 üstü 100 yoxsa 100 faktorial. Hər birini bu ədədlərin ayrılıqda 10 əsasdan loqaritmləyirəm. Bu bərabər olacaq 100 vuraq loqaritma 10. Bu da vahid verdiyindən bərabərdir 100-ə. İkinci ədədin 10 əsasdan loqaritması 100 faktorial. Bərabərdir 100 faktorialı açıram. 1 vuraq, 2 vuraq və s. 9, 10 vuraq, 11 vuraq və s. 55 və s. 99 vuraq 50 şəklində yazır. 100 şəklində yazıram. Deməli olacaq burada bu bərabərdir. Hasilin loqaritması loqaritmlər cəminə bərabər olduğundan olacaq LG loqaritma 1, loqaritma 2, üstə gəl və s. loqaritma 9, loqaritma 10, loqaritma 11, üstə gəl və s. loqaritma 55, üstə gəl və s. loqaritma 99, üstə gəl loqaritma 100. Deməli, bu 1-dən 9-a qədər loqaritmların bunları atıram, götürürəm. Onda bu ifadə böyük olacaq. Loqaritma 10, çünki müsbətdir bu istər loqaritma 10, loqaritma 11, üstə gəl və s. loqaritma 55, üstə gəl və s. loqaritma 99, üstə gəl loqaritma 100. Bu da kiçik olacaq. Necə eləyirəm? Loqaritma 10, loqaritma 100, loqaritma 1000 verir. O da 3-ə bərabərdir. Loqaritma 11 ilə 99 verir. Loqaritma 1000-dən böyük verir, böyükdür 3 alınır. Beləliklə, onda bunu yazmaq olar, böyükdür. Böyükdür. 91 həddi. Bu ayrıca yazırıq bunu. Olacaq, onda 90 bölək 2, ikisi bir dənə 3-dən kiçik ya böyük olur. Vuraq 3. Üstə gəl, loqaritma 55 də 1-dən böyük olduğundan buradan aldım ki, bərabərdir. 45 vuraq 3, üstə gəl 1. 136. Beləliklə, 100 faktorialın loqaritması 136-ya bərabər oldu. O birisi isə 100-ə bərabər oldu.
Onda 10 üstü 100 gördüyümüz kimi kiçikdir 100 faktorialdan. Beləliklə birinci ədəd ikincidən kiçikdir. Məsələ 3. İfadənin qiymətini tapın. 88 vuraq 16'nın üstü mənfi 4 üstü mənfi 2 üstü mənfi 1. İfadəni yazıram 88 vuraq 16'nın üstü mənfi 4, mənfi 4'ün üstü mənfi 2 üstü mənfi 1. Bərabərdir. Burada 2'nin üstü mənfi 1'i əvvəlcə sadələşdirirəm. Olacaq 88 vuraq 16 üstü mənfi 4. Üstündə mənfi 2'nin üstü mənfi 1, a üstü mənfi 1 bərabərdir 1 bölü a düsturuna əsasən. Yazıq olacaq mənfi 2'də 1. Oldu burada mənfi 2'də 1. Və buradan alırıq bərabərdir. 4'ü yazıram. Burada bu 4'ü yazıram. 2'nin üstü 2. Olacaq 88. Vuraq 16'nın üstü mənfi 4'ün yerine yazdıq 2'nin kvadratı. Vuraq qüvvətdə də mənfi 2'də 1 var. Bu da bərabərdir. 88 vurulsun. 16'nın üstü mənfi 2. Bu 2'ni də mənfi 2'də 1'ə vuranda elədi mənfi 1. 2'lər ixtisar oldu mənfi 1. Və burada təzələnən bu ifadə 2'nin üstü mənfi 1 yazıram. Bu bərabərdir. 88 vuraq 16'nın üstü mənfi var burada. Bu da verdi 2'nin üstü mənfi 1 yenə 2'də 1. Bu da bərabərdir. Yazıram 88 16'nın yerine burada 2'nin üstü 4 yazıram. 2'nin üstü 4 vuraq qüvvətdə mənfi 2'də 1 var. Bu da bərabərdir 88 vurulsun. 4 ilə mənfi 2'də 1 ixtisar olur. 2'nin üstü mənfi 2 qaldı. Və burada 2'nin üstü mənfi 2'ni yazıram. 88 vuraq 1 bölək 2'nin kvadratı. Bu da bərabərdir 88 vuraq 4'də 1. Bu da bərabər oldu 22'ye. Beləliklə tələb olunan ifadənin qiyməti 88 vuraq 16 üstü mənfi 4 üstü mənfi 2'nin üstü mənfi 1 22'ye bərabərdir. Məsələnin cavabı 22. Məsələ 4. İfadənin qiymətini tapın. Arktangens, tangens 5. Məlumdur ki, tərs trigonometrik funksiyalardan bilirsiniz ki, arktangens tangens x bərabərdir x-ə, belə ki, x daxildir. Mənfi pi bölək 2, müsbət pi bölək 2 intervalına. Bu şərt daxilində bu bərabər. Bizdə isə 5 daxil deyil. Bax, x-in yerində 5 daxil deyil. Mənfi pi bölək 2, pi bölək 2 intervalına. Çünki bu 3,14 bölək 3,14 bölək 2'dir. 5 çox böyükdür. Bu intervaldan kənara düşür. Biz onda çevirmə düsturundan istifadə eləyək. Belə istifadə edirəm ki, tangens 5'i çevirmək lazım. Bunu yazıram. Mənfi tangens 2 pi çıxılsın 5. Çevirmə düsturuna əsasən. Tangensə tək funksiya olduğundan qarşıdakı mənfini daxilə versək, olur tangens 5 çıxaq 2 pi. Və biz artıq göstərmək olar ki, 5 üst çıxaq 2 pi daxildir. Mənfi pi bölək 2, pi bölək 2 intervalına daxil oldu bu ifadə. 3,14 yazıb bunu asan göstərmək olar. Onda bunu bu düsturu tətbiq eləmək olar. Yəni arktangens tangens 5 dərəcə 5 radianla verib bərabər olacaq. Arktangens tangens 5 çıxaq 2 pi. Bu da bərabərdir. Həmin bu düstura əsasən 5 çıxaq 2 pi
mənfi pi bölü 2, pi bölü 2 intervalına daxil olduğundan bu düstürəsən bu ifadə verəcək, bax, argumenti yerində olan 5 çıxaq 2 pi. Beləliklə, tələb olunan ifadə arctangens, tangens 5 ifadəsinin qiyməti 5 çıxaq 2 piyə bərabərdir. Məsələ 5. Limiti hesablayın. Limit x 3'ə yaxınlaşanda x kvadrat üstə gəl x çıxaq 15 bölünsün modulca x çıxaq 3. Limiti hesablayın. Limit altı funksiyada modul işarəsi olduğundan biz modul x çıxaq 3'ü ayrıca yazaq. Onu sistem şəklində belə yazmaq olar. Bu x çıxaq 3'ə bərabərdir. Əgər x böyük bərabər 3 olarsa, mənfi x üstə gəl 3'ə bərabərdir. X kiçikdir 0 olarsa, modulun tərifinə görə. Onda biz və bu funksiyanın sağ-sol limitlərini hesablayacağıq. Sağ-sol limitlər bir-birinə bərabər olarsa, verilən funksiyanın da limiti x 3'ə yaxınlaşanda həmən qiymətə bərabər olacaq. Onda olacaq, limit x yaxınlaşanda 3'ə sağdan, bu verəcək, yerinə x çıxaq 3 yazacaq, x kvadrat üstə gəl x çıxaq 15 bölünsün x çıxaq 3. Bu da bərabərdir. Limit x yaxınlaşanda 3'ə sağdan, bu kvadrat üçədilli vuruqlara ayıra bilərsiniz asanlıqla. Bu x çıxaq 3 vuraq x üstə gəl 5'dir. Bölünsün x çıxaq 3, x çıxaq 3'lər ixtisar oldu. Limit x yaxınlaşanda 3'ə sağdan verəcək x üstə gəl 5. Bu da bərabərdir 3 üstə gəl 5, 8. Deməli, sağ limit 8'ə bərabər olur. İndi sol limiti hesablayıram. Limit x yaxınlaşanda 3'ə soldan olacaq x kvadrat üstə gəl x çıxaq 15. X modulca x çıxaq 3'ün yerinə yazacağıq bu qiyməti. Mənfi x üstə gəl 3. Bu da bərabərdir limit x yaxınlaşanda 3'ə soldan. Bunu yazıram, mənfini çıxardıram qarşıya, məxrəcdə x çıxaq 3 yazıram. Sürəti yenə də x çıxaq 3, x üstə gəl 5 yazdıq. X çıxaq 3'lər ixtisar oldu, mənfi qarşıya çıxır. Mənfi limit x yaxınlaşanda 3'ə soldan, x üstə gəl 5. Bu bərabər oldu. 3'ə soldan, bu da bərabər oldu. Mənfi 3 üstə gəl 5, bu da bərabərdir. Mənfi 8. Beləliklə, sağ-sol limitlər bir-birindən fərqlidir. Yəni, 8 fərqli oldu mənfi 8'dən. Onda verilən funksiyanın limiti yoxdur. Yəni, limit x yaxınlaşanda 3'ə, x kvadrat üstə gəl x çıxaq 15, bölək modulca x çıxaq 3. Bu limit yoxdur. Limit yoxdur. Məsələ 6. Modul x kvadrat çıxaq 3x üstə gəl 1 bərabərdir modul x kvadrat üstə gəl 5x çıxaq 5 olarsa x'i tapın. Yəni, iki modulun bərabərliyindən olan bu tənliyin həll edin. Tənliyi həll edin. Biz istifadə eləyək, modul x'in kvadratı bərabərdir x'in kvadratından. Yəni, onda verilən tənliyin hər iki tərəfini kvadrata yüksəltsəm, olur. Modulda x kvadrat çıxaq 3x üstə gəl 1 modulun kvadratı bərabərdir modulca x kvadrat üstə gəl 5x çıxaq 5'in mötərizə xaricində kvadratı. Yəni, bu ekvivalent olacaq. Bu yeniliyə görə yaza bilərik ki, x kvadrat çıxaq 3x üstə gəl 1'in kvadratı bərabərdir. X kvadrat üstə gəl 5x çıxaq 5'in kvadratı. Buradan da alıram. Bir tərəfə keçirdim. A kvadrat çıxaq B kvadrat düsturunu tətbiq eləyək. Olacaq x kvadrat çıxaq 3x üstə gəl 1'in kvadratı çıxaq x kvadrat üstə gəl 5x çıxaq 5'in kvadratı. Bərabərdir 0'a. Və buradan alırıq. X kvadrat çıxaq 3x üstə gəl 1 çıxaq x kvadrat çıxaq 5x üstə gəl 5. Vurulsun x kvadrat çıxaq 3x üstə gəl 1 üstə gəl x kvadrat üstə gəl 5x çıxaq 5 bərabərdir 0'a. Və sadələşdiririk mötərizənin içərisindəki ifadələri.
Alıram. Burada olacaq -8x. -8x üstə gəl 6. Vuraq 2x kvadrat. 2x kvadrat üstə gəl 2x. Və çıxaq 4. Bərabərdir sıfıra. Hasil sıfıra bərabər olduğundan hər bir vuruq sıfıra bərabərdir. -8x üstə gəl 6 bərabərdir sıfıra. Bir də 2x kvadrat üstə gəl 2x. Çıxaq 4 bərabərdir sıfıra. Buradan aldıq. x1 bərabərdir birincidən aldım. Müsbət 4-də 3-ə. Və ikinciyə 2-yə əxsar eləsək, belə bir kvadrat əliyalıq. X kvadrat üstə gəl x çıxaq 2 bərabərdir sıfıra. Və ikincidən çıxır ki, x1, 2 bərabərdir. 2-də -1 üstə gəl çıx. 8, 3 alırıq. Buradan da aldıq ki, x1 bərabərdir -2, x2 bərabərdir. x2 bərabərdir 1. Və cavab, yekun o x1 bərabər 4-də 3 oldu. Buna da x2 deyirik. 3 kök bir yerdə -2, x3 isə bərabərdir belə. Beləliklə verilən tənliyin 3 kökü var. 4-də 3, -2, 1. Məsələ 7. İntegralı hesablayın. I bərabərdir. İntegral dx bölək sinüs x vuraq kosinüs kub x. I bərabərdir. Verilən integralı yazıram. Kosinüs kubunun yerinə yazacağım. Kosinüs x vuraq kosinüs kvadrat x olacaq. Sinüs x vuraq kosinüs x vuraq kosinüs kvadrat x. Və burada integralı bunu 2'ye vururam və bölürəm. 2'ni integral işarəsi xaricində yazsam olur bax bu cürə dx 2 sinüs x kosinüs x vuraq kosinüs kvadrat x. 2'ye ona göre vurdum böldüm ki burada bunu qiymət sinüs 2x yaza bilək. Olacaq onda bərabərdir 2 vuraq integral dx bölünsün sinüs 2x vuraq kosinüs kvadrat x. Və sinüs 2x'in 2 qat argumentin belə bir düsturu var. Sinüs 2x bərabərdir 2 tangens x bölək 1 üstə gəl tangens kvadrat x. Bu düsturdan istifadə eləyək. Bərabərdir. Olacaq 2 integral. Burada olacaq 2 tangens x bölünsün 2 tangens x 1 üstə gəl tangens kvadrat x. Sinüs 2x'in yerinə yazdıq. 1 burada da dx bölünsün kosinüs kvadrat x. Bərabərdir. Bu ifadəni çeviririk. Olacaq. İkilər ixtisar oldu. İntegral 1 üstə gəl tangens kvadrat x. Mərtəbəli kəsrdən qutardım bu ifadəni. Olacaq 1 üstə gəl tangens kvadrat x bölək tangens x. Bunun da yerinə 1 bölək tangens d tangens x yazıram. Diferent tangens x'in törəməsi çünki 1 bölək kosinüs kvadrat x'dir. Və burada tangens x'i əvəz eləsəm t ilə olacaq integral bərabərdir. 1 üstə gəl t kvadrat bölək t dt. Bu da bərabərdir. İntegral 1 bölək t dt üstə gəl integral t dt. Alıram naturalla qayrılma modulca t üstə gəl t kvadrat bölək 2 üstə gəl s. T'nin qiymətini nəzərə alsam cavab elm modulca tangens x üstə gəl tangens kvadrat x bölək 2 üstə gəl s olur. Beləliklə verilən integralın qiyməti elm tangens x üstə gəl tangens kvadrat x bölək 2 plus s olur. Məsələ 8 nisbəti tapın. 10 2 qat faktorial bölünsün 7 2 qat faktorial. Əvvəlcə mən sizə 2 qat faktorial anlayışını şərh edeyim. Deməli, n 2 qat faktorial nə deməkdir? Birinci halda deyək, tək halı. Bu bərabərdir n vuraq n çıxaq 2 vuraq n çıxaq 4 və s. 1. N tək olanda, n tək olduqda, n 2 faktorial bərabərdir. N vuraq n çıxaq 2, n çıxaq 4 və s. 2'yə. Bu olur n cüt ədəd olanda, cüt natural ədəd olanda.
Və onda biz bu şərtdən istifadə eləyərək misalımızı həll eləyə bilərik. 10 faktorial 12 qat faktorial bölünsün 7 2 qat faktorial bərabərdir. Gördüyünüz kimi bunlar 10 cütdür, 7 təkdir. Onda cütlükdən istifadə eləyəcək. Yuxarıda olacaq 10 vuraq 10 çıxaq 2 8, 8 çıxaq 2 6, 6 çıxaq 2 4, 4 çıxaq 2 2. Cütlüyə əsasən, bax buna əsasən 2 qat faktorial açdım. 7 2 qat faktorial açanda 7 tək ədəd olduğundan bu düsturdan istifadə edəcəm. Olacaq 7, vuraq 7 çıxaq 2 5, 5 çıxaq 2 3, 3 çıxaq 2 1 və aldıq belə bir ifadə. Artıq ixtisarlarımıza apara bilərik. 5 ilə 10, burada 2, 3 ilə 6, burada 2 və qaldı məxrəcdə 7, surətdə 2, vuraq 8, vuraq 2, vuraq 4, 2. 16, vuraq, burada da 16 alındı. 16 vuraq 16 bölək 2 bərabər oldu. 256 bölək 7. Bunu da qarışıq kəsirlə də ifadə eləmək olar. 21, 36 tam 7-də 4. Beləliklə 12 qat faktorial bölünsün 7 2 qat faktorial bərabər oldu 36 tam 7-də 4-ə. Məsələ 9. Tənliyi həll edin. Mötərizədə 4 üstə gəl kök altı 15-in üstü x üstə gəl. Mötərizədə 4 çıxaq kök altı 15-in üstü x bərabərdir 62. Aydındır ki 4 üstə gəl kök altı 15 vuraq 4 çıxaq kök altı 15 a kvadratı minus b kvadrat düsturuna görə bu 16 çıxaq 15 verir. Bu da bərabərdir vahidə. Deməli bu ədədlə bu ədəd bir-birinin tərsidir. Onda 4 üstə gəl kök altı 15 üstü x-ə mən t desəm 4 çıxaq kök altı 15 üstündə x bərabər olacaq 1 bölək t. Bunları tənlikdən nəzərə alsaq bu əvəzləmələri olur t üstə gəl 1 bölək t bərabərdir 62-yə. Buradan alıram hər iki tərəfi t'yə vursam t kvadrat çıxaq 62 t üstə gəl 1 bərabərdir 0. Çevrilmiş kvadrat tənliyi aldıq. Buradan tapıram ki t1 2 bərabərdir. 62 2-yə böldüyündən 2-yə bölmə düsturuna əsasən 31. 961 çıxaq 1 960 verir kökün altında. Bu da bərabərdir. 31 üstə gəl çıxaq. 960'ı yazırıq. 64 vuraq 15 8 kök altında 15. Və mən aldım ki t1 bərabərdir. 31 üstə gəl 8 kök altı 15. T2 bərabərdir. 31 çıxaq 8 kök altında 15. Nəzərə alıram əvəzləmədə. 4 üstə gəl kök altı 15. Üstü x bərabərdir. 31 üstə gəl 8 kök altında 15. Sağ tərəf 4 üstə gəl kök altı 15'in kvadratıdır. Onda mən bunu yazaram belə. 4 üstə gəl kök altı 15'in üstü x bərabərdir. 4 üstə gəl kök altı 15'in üstü 2. Bunu açanda yenə verir bu birisini. Əsaslar eyni olduğundan üstlər bərabərdir. x1 bərabərdir. 2 tapırıq. Eyni qayda ilə 4 üstə gəl kök altı 15 üstü x bu dəfə bərabər olacaq. 31 çıxaq 8 kök altı 15'ə. Və bu da verir. Arada çıxaqla kvadrat verir. Buradan çıxır ki 4 üstə gəl kök altı 15 üstü x bərabərdir. 4 çıxaq kök altı 15'in üstü 2 və bu da tərsi olduğundan yaza bilərəm. 4 üstə gəl kök altı 15'in üstü x bərabərdir. 4 üstə gəl, tərsi daxı 4 üstə gəl kök altı 15'in üstü mənfi 2 olur onda. Buradan da çıxır ki x2 bərabərdir mənfi 2. Beləliklə tənliyin kökləri x1 2-yə, x2 bərabərdir mənfi 2 olur. Bununla da bugünkü dərsimizi bitmiş hesab edirəm. Sağ olun, yeni dərslərdə görüşənə qədər.